həddi alqaritmindən danışırıq. Yəni və dəyişən anlayışından da danışmışıq. Demişik ki, proqramın icrası müddətində öz qiymətini dəyişən kəmiyyətlər dəyişənlər adlanır. Dəyişənlər latın əlifbasının böyük və ya kiçik hərflərlə işarə olunur. Dəyişən adı rəqəmlə başlaya bilməz. Dəyişən adında rəqəm ola bilər, amma ilk simvolu hərf olmalıdır mütləq şəkildə. İlk simvol heç vaxt rəqəm ola bilməz. Dəyişən adında boşluq simvolundan istifadə edilə bilməz. Məsələn, sadə bir alqoritm yazaq. A bərabərdir A bərabərdir 7, B bərabərdir 3. A bərabərdir A üstəgəlsin B, B bərabərdir A üstəgəlsin B vurulsun 2. Vurma işarəsi burada ulduzla göstərilir. A bərabərdir A çıxılsın B, B bərabərdir A çıxılsın 8 çıxılsın B. Sadə bir alqoritmdir. Xətti alqoritmdir, çünki xətti alqoritmdə bütün hərəkətlər yalnız bir dəfə yerinə yetirilir. Yerinə qoyub yazılır. A-nın qiyməti 3-dür. Yox, üzr istəyirəm, 7-dir. B-nin qiyməti 3-dür. Qoyursan yerinə 7 üstə gəlsin 3. A oldu neçə? 10. Və A 10 olandan sonra artıq əvvəlki qiyməti unutdu. A plus B vurulsun 2. Yəni 10 üstə gəlinsin B 3. 26. Bəli, vurulsun 2. Bu elədi nə qədər? 26. B artıq 3 qiymətini unutdu. A-dan B çıxacam. 10 çıxılsın 26 bərabərdir -16. Artıq A-nın yeni qiyməti -16-dır. A çıxılsın 8, -16 minus 8 minus 26. Bu da eləyər nə qədər? Mənfi Əfənd 24, -50. Və bu alqoritmin icrasından sonra A dəyişənimiz oldu -16, B dəyişənimiz oldu -50. Yəni, yerinə qoya-qoya, yaza-yaza getdik. Bu alqoritmin ən sadə təsvir formasıdır. Burada qaranlıq qalan, aydın olmayan bir məqam varmı? yox. Bəsəcə bir şey səhv yazsın, elə səhv gələcəkdi o O sual. heç də, indi Elə riyazi hesablama səhv etsin. Onda gəlin bir nümunəyə də siz baxın. A bərabərdir 8, B bərabərdir 4. A bərabərdir A çıxılsın B. B bərabərdir B üstə gəlilsin A. A bərabərdir A vurulsun 2. B bərabərdir A vurulsun 4. A bərabərdir A çıxılsın 4. B bərabərdir A üstə gəlilsin 4. Bu alqoritmi yazın zəhmət olmasa. 12, 66, 12, 18, 16, 18. Yazdım J. Hə. Bu nümunəni kim yaza bilməz? Tutaq ki, imtahandasız belə bir sual düşüb. Kim yaza bilməz? A-ya 4, B-yə 8. Yazdıq. Bəli. Nə aldıq qiymətlərini? A-ya 4, B-yə Aha. A minus B 8 minus 4 elədi 4. 8. B plus A 4 üstə 8 4 gəlsin. bərabər Yox, 8 üzr istəyirəm, cavabı. qarışdırdım. 8 minus 4 bərabərdir 4. A'mız oldu 4. B plus A 4 üstə gəlsin 4. A4-də artıq 8. A vurulsun 2. 4 vurulsun 2 elədi 8. A vurulsun 4. 8 vurulsun 4 elədi 32. A'dan 4 çıx. 8 çıx 4. Qaldı 4. A'nın üstünə 4 gəl. 4 üstə gəlsin. 4 bərabərdir 8. Deməli, A'mız 8 oldu. B'miz də nə oldu? 32. Elə olmadı. A-mız 4 oldu, B-miz 8. A'mız üzr istəyirəm. 4, B. A'mız 4'tü, qarışdırdım. B'miz də 8'dir. A'mız 4, B'miz 8. Aydındır mı? Hə. Nə aydın olmadı uşaqlar? Aydın. Aydın müəllim. Kimə nə aydın olmadı?
İndi sadədir də, yuxarıdan qiymətləri qoydun gəldin. Bir də indi bunun biraz fərqli forması var. Burada qiymətlər axır, biz burada neynədik? Qiymətlər əvvəldən verildi. Düzdürmü? İlkin qiymət var. Yerinə qoya qoya yaza yaza getdik. Bir də var ki, uşaqlar. Qiymətlər axırda verilir. Onda isə biraz fərqli olur. Yəni aşağıdan yuxarı gedəcək artıq. İndi o nümunə ilə topluda olan suallarla biz tanış olaq. Bunu iki yolla etmək olar. Biri həll yolunu deyəcəm. Digəri isə deməli biraz yaxşı yol deyil o. Variantları yerinə qoya-qoya getməkdir. Amma o bizim vaxtımızı ala bilər. Yaxşı olar ki, elə həll edək. Görüm ona uyğun bir sual tapa bilərəmmi burada? Ona uyğun görüm tapacağam mı? Ona uyğun, ona uyğun, ona uyğun. Hə, baxın, 85 nömrəli tapşırıq ona aiddir. Görürsünüz də, deyir ki, alqoritmin icrası nəticəsində Y dəyişəni 49 qiymətini almışdır. Y dəyişəni, nə oldu, mən qələmim işə düşmədi. 49 qiymətini almışdır və X dəyişəni qiymətini tapın. Baxın, 49 axırda olub ha. Yəni x plus y plus 4-ün cavabı nədir? 49-dur. Yəni bax 49-u gətirib burada yazırsınız y-in yerində. İndi biz bu tənliyi gəlin həll eləyək. X bərabərdir 49 45 minus 45 minus neçə? Y. Düz elədiyimdə 49 minus 4 minus y. Bəli. Aha. İndi bu 45 minus y-i gətirib burada x-in yerinə qoyuruq. X bərabər deyil. X-in yerinə qoyursan 45 minus y Tənşlər sistemi. bərabərdir, bəli, y plus 15-ə. Bu da mənfi 2y bərabərdir mənfi 30-a. Y bərabərdir 15-ə. Bu 15-i də gətirib bundan yuxarıda qoyursan yerinə. X minus 9 bərabərdir 15-ə. X bərabərdir nəyə? 24. Cavab oldu 24. Nə aydın deyilsə uşaqlar, mən onu bir daha izah edeyim. Aydın. Yəni bax, kimə burada nə aydın olmadı? Nə aydın olmadı uşaqlar? Mən X həmişə aşağıdan başlayır da. Yeri Y dəyişəni. Aşağıdan başlayıb yuxarı, bəli, yerinə qoya-qoya yaza gəlsə. Bax deyir ki, bu axırda 49 olub, Y 49 olub. Demək, bax burada Y-in yerinə 49 alırsan, tapdın X-i. X-in cavabı budur. Bunu gətirib qoysan burada X-in yerinə 45 minus Y-də. Tapdın nə? 15. 15-i də qoysan burada yerinə də. 15 bərabərdir X minus 9 tənliyini həll edirsən və X-i tapırsan. Aşağıdan yuxarıya yaza-yaza gedir. Bundan cəmi 1-2 dənədir. Bax, birini də yazaq. Məsələn, 15-i də yazıram, 78-i. Deyir ki, X dəyişəni 15 qiymətini alır. Bu 15-i gətirib ən axırda qoyursan yerinə burada. X plus 8 bərabərdir nəyə? 15-ə. X nədir burada? 7. 7-ni gətirib burada qoyursan yerinə. X plus 3 bərabərdir 7-yə. X bərabərdir neçədir? 4. Bu 4-ü qoyursan burada yerinə. Yəni, X bölünsün 2 bərabərdir 4-dürsə, X bərabərdir neçə? 8. 8-i də qoysan burada yerinə. Y plus 5 bərabərdir 8-dirsə, Y bərabərdir neçə? 3. Aydın oldu? Bəli. Nə aydın olmadı? Aydın. Bu xətti alqoritmdir. Ya qiyməti yuxarıdan verəcək, biz onu yerinə qoya-qoya gedəcək, ya da axırda verir və sən onun ilkin qiymətini inirsən, tapırsan. Aydın oldu? Hətta alqoritm. Və bir də var budaqlanan alqoritm. Budaqlanan alqoritmdə də məsələn tutaq ki, blok sxem ilə verilibsə, məsələn tutaq ki, A-nın qiyməti olsun 24, B-nin qiyməti olsun 8 və şərt qoyur bizə, deyir ki, A böyükdür B. Burada bir hə yazır
Burada 1 yox yazır. H-də əgər H qolu doğrudursa, o zaman A bərabərdir A minus B-ni icra eləyəcəyik. Yox qolunda deyir ki, A bərabərdir A plus B-ni icra edəcəyik. Bunu belə birləşdirir və paralelloqram içərisində son nəticəni yazacaq. A-nın qiyməti 24-dür, B-nin qiyməti 8-dir və biz burada sizcə H qolu üzrə hərəkət edəcək, yox qoluyla. Hə qolu. H qoluyla. 24 8-dən böyük, o zaman A-dan B çıxacam. Yəni 24-dən 8 çıxacam. Nə olar? Cavab oldu. A belə. Bəli. İndi burada mən bunu 28 yazıram. Dəyişdirirəm. O zaman A B-dən böyükdürmü? Yox. Yəni 24 böyük deyil 28-dən. A-nın üstünə B gəlirəm. O zaman 24 üstünə 28 yəni neçə eləyir? 52. Yəni uşaqlar burada aydındır da, yəni H qolu ödənirsə, o zaman yox qoluna biz baxmırıq və H qolunun üzrə nə yazıbsa onu icra edirik. H qolu ödənmirsə, o zaman yox qoluna gedib, yox qolunu nə edirik? İcra edirik. Aydındır? Bəli, Məsələn, hocam. buna aid nümunəmiz burada var. 80 nömrə tapşırıq. X 7, Y 4-dür. X-in qiyməti 7-dir, Y-in qiyməti 4-dür. 7 4-dən kiçikdirmi? Yox. Kiçikdir. Gəlirsən yoxa, artıq H-yə getmirsən. X-lə 11. edir 11. 11. Vəssalam. Bax, bu da onlandı. Amma bu alqoritmin psevdokodla təsviri formasıdır. A 5-dir, B 4-dür. Deyir, əgər A B-yə bərabərsə, A-nı B-yə vur. A B-dən kiçikdirsə, A-nın üstünə B gəl. A B-dən böyükdürsə, A-dan B çıx. Biz burada hansını edəcəyik? Ən axırıncı. Axırıncını. A'dan B. O zaman A-dan B çıxacaq, yəni olacaq neçə? 1. Aydındır? Evet. Nə aydın deyil? Aydın. Məsələn, gəl bura baxaq. A, B, S. A-nın qiyməti 2-dir, B-nin qiyməti 3-dür, C-nin qiyməti 4-dür. A, B-dən böyükdürmü? Yəni 2 böyükdürmü 3-dən? Deyirəm, yox. Gəlirəm yoxa. X B-yə bərabər olur. X nəyə bərabər olur? 3-ə. Düzdürmü? Gəlirəm bura. X C-dən böyükdürmü? X 3-dür də, düzdürmü? Yox. C isə də 4-dür. 3 Yox, 4 böyükdürmü? Yox. X bərabərdir C-yə. Yəni nəyə? 4-ə. 4. Burada da cavab olur 4. Hansı qol ölürsə, ondan yerinə yetirilir. A-nın qiyməti 4-dür, B-nin qiyməti 4-dür. A B-dən böyükdürmü? Yox. 4 4 Yox. Bir axı A-nı B-yə vurursan, eləyir neçə? 6. Hər qoluna getmirsən. Aydın oldu? Bəli. Aydın. Aydın olmadı? Aydın. Aydın. Bu da bayaqkındandır. İlk son nəticə 7 olarsa, yəni y minus x bərabərdir 7-yə, y bərabərdir 7 plus x-a. Bu x-in, y-in yerinə artıq mən 7 plus x qoyacağım. Olacaq 7 plus x bərabərdir x plus y-ə. Düzdür? Və burada mən y-i tapıram. Y-i tapanda ondan yuxarıda, bax burada y bərabər olduğuna görə y-i tapıram. X bərabər olsa burada x-i tapardım. Y bərabərdir nəyə? 7. 7-yə. Y-in yerinə 7 qoyacam bura. Deməli, 7 bərabərdir x bölünsün 2-yə. X nəyə bərabər olur? 14. 14-ə. 14-ü də qoysam bura. X üstə gəlsin 10 bərabərdir 14-ə. X də bərabərdir 4-ə. Cavab olur 4. Aydındır? Bəli. Bu da uşaqlar, budaqlanan alqoritmdir. Hansı ödəyirsə, biz onu icra edirik. Sonra budaqlanan alqoritminə aid görün başqa bir növü varmı? Budaqlanan. Bu da budaqlanan. Bunlar dövrüdür. Hə. Bir şey də deyim. Deməli, bölmə işarəsi olaraq riyaziyyatda biz bölməni ya qoşa nöqtə ilə göstəririk, ya da kəsr xətti ilə göstəririk. Düzdürmü? Amma alqoritmdə, alqoritm nə idi? Baxın, burada bölmə belədir. İnformatikada bölmə işarəsi elə deyil uşaqlar. Ya bir dənə siləşləndir, bir dənə. Ya iki dənə siləşləndir. Bir dənə siləşlən olanda adi bölmədir. İki dənə siləşlən olanda tam bölmədir. Bunların fərqi nədir? Məsələn, fərqi odur ki, məsələn, yazıb ki, x bərabərdir 10 bölünsün 4.
Onu 4-ə bölənə düşər 2 tam onda 5. Riyaziyyatda siz ədədin tam və kəsr hissəsini bir-birinə vergüllə ayırırsınız. 2,5 düzdürmü? İnformatikada isə bu nə ilə hesablanır? Qoyulur nöqtə ilə. Amma x bərabərdir 10. 2 dənə siləş 4 o deməkdir ki, bölmə zamanı yalnız tam hissəni götürür, kəsr hissəni götürmür. Qalığı atır. Ancaq tam hissə nədir bunun? 2-dir. Aydındır? Məsələn, x bərabərdir 17 bölünsün 3. 2 dənə. 17 3-ə böləndə tam hissə neçə dəfə düşər? 5. 5. 5. Amma bir dənə siləş olsaydı 5 tam nə bilim nə yazmalıydın da onu. Məsələn, bir dənə siləş olsaydı 17 bölünsün 3, 5 tam onda 6 nə bilim nə dövr gedir. Amma 2 dənə siləş olanda biz kəsr hissəyə baxmırıq uşaqlar. Ancaq tam hissəyə baxırıq. Aydındırmı? Məsələn, deyək ki, yazır ki, x bərabərdir 6 bölünsün 2, bir də x bərabərdir 6 2 dənə siləş 2. Burada bir dənə siləşlər həm tam hissə olmalıdır, həm kəsr hissə olmalıdır. 6-nı 2-yə böləndə nə düşər? 3. Amma bir siləş olanda bunun kəsr hissəsini yazmalısan. Axı deyərsin, müəllim, bunun kəsr hissəsi yoxdur. Bəli, yoxdur. Niyə yoxdur? Tam bölünüb. Yoxa riyaziyyatda biz nə deyirik? 0 deyirik. 3,0 kimi göstərəcəksən. Amma burada 3 göstərəcəksən. Çünki sən bir dənə siləş olanda mütləq kəsr hissəni göstərməlisən. Yoxdur canın sağ olsun. Yoxdur 0 göstər də. Amma 2 dənə siləş olanda nə edirsən? Onda onun tam hissəsini göstərirsən. Bəs x bərabərdir 4 bölünsün 8 ilə x bərabərdir 4 bölünsün 8-in fərqi var. Burada 4-ü 8-ə böləndə nə düşər? 0 tam nə qədər düşər? 0,5. Onda 5'dir də. İxtisar yetsəm 2-də 1-dir də bu. Burada isə uşaqlar yadınızda saxlayın. Əgər bölünən böləndən kiçikdirsə və 2 siləşdirsə, onun cavabı 0-a bərabərdir. Çünki tam hissəsi 0-dır. Aydındırmı? Biri mənfi, biri müsbət olsun. Nətər? Mənfi ədədi böləndə. Cavab mənfi. Məsələn, x bərabərdir mənfi 4 bölünsün 8. Belə. Bəli. Bura biraz fərqli olur da. Məsələn, normalda mənfi 4-ü 8-ə bölənə nə düşür? Mənfi 0,5. Düzdür? Amma belə olanda x bərabərdir mənfi 4-ü 8-ə böləndə onun tam hissəsi elə 0 olur. Gəl onu Pythonda bir dənə yazaq. X bərabərdir məsələn mənfi 4 bölünsün 8 print x. Göstərək bunu. Mənfi 0,5. Amma x bərabərdir mənfi 4 2 dənə siləş bölünsün 8 print x mənfi 1 göstərir. Mənfi 1 düşür. İndi siz onu riyaziyyatçılarsınız. Daha yaxşı başa düşərsiniz. Niyə mənfi 1 göstərdi? Çünki mənim 0,5-in tam hissəsi mənfi. Niyə? Mənfi 0,5-in tam hissəsini. Çünki mənfini nəyə bölsün mənfi alınırdı. Yox, bəs mənfi 4-ü 8-ə böldük tam hissə niyə mənfi 1 oldu? 0 mənfi olmur müəllim o görə. 0,5 olan məzahı onca 1 yazılır. Bəli, mənfi ədədlərdə mənim 0,5 tam kimi götürmürəm. Mənfi 0,5 kimi. 1 yazılır da o, düzdür? Bəli. Bir də uşaqlar. Çünki mənfi 0,5 mənfi 1-dən böyük olur ona görə. Bəli. Bir də bildiyiniz riyaziyyatda bildiyiniz faiz işarəsi burada bölmə zamanı qalığı göstərir. Məsələn, x bərabərdir 16,6. Bu nə deməkdir? 16-nı 6-ya böl, qalığı tap. 16 6-ya bölündə qalıq nə qalar? Kim tapar görəsən? 4. Niyə 4? Çünki 16 bölünsün 6 düşür 2 dəfə. 2 6 12 qalıq da 4-dür də.
Bax, həmin bunu tapırıq. Faiz işarəsi. Burada faizi tapmır ha. Bölmə zamanı nəyi tapır? Qalığı tapır. 25 faiz 9 nə deməkdir? 25-i 9-a böl, qalıq tapır. Nədir? 25 9-a böl, qalıq nə olar? 7. 7. Bildiniz niyə 7 oldu? Bəli. Niyə oldu? Qalığı tapırıq 25 9-a Bəli. bölüb qalıq deyil. Bəs 33 faiz 16. Qalıq nədir? 1. Bəs 17 faiz 20 olsa nə olar? 0. Yox. 17 faiz nə oldu bu? Məsələn 20. Yadınızda saxlayın. Bölünən kiçik olanda qalıq onun özünə bərabər olur. Yəni bir belə edirsən də, bax 17-ni bölürsən 20-yə. 17 20-yə 0 dəfə. 0-dan 20 0 qalıq qaldı 17. Aydındır? Bəli. Yadınızda saxlar. Bölünən kiçik olanda qalıq onun nəyinə bərabərdir? Özünə bərabər. Aydındırmı? Bəli. İndi Bəli. gəlin. Bəli, buyur. Buyurun. Deyək müəllim, bəli. Hə. İndi dövrə alqoritmlərə aid bir nümunəyə baxacağıq. Uşaqlar, dövrə alqoritm o deməkdir ki, eyni şey ən azından 2 dəfə, ən azı minimum 2 dəfə təkrarlanmalıdır. Bax, elə bir ki, siz dərsi oxuyursunuz bir dəfə oxuyandan sonra görürsən ki, hə, əla, hamısını başa düşmüsən, 2 dəfə oxumağa ehtiyac yoxdur. Bu da xətti alqoritm. Sən ən azı onu 2 dəfə oxuyursansa, bir də təkrar oxuyursansa, olur dövrə alqoritm. Dövrü. Yəni təkrarlanma. Məsələn, məktəbdə dərs cədvəli dövrə alqoritmə misaldır. Niyə? Çünki sentyabrın 15-dən iyun 15-nə qədər qanuna görə, nə düzdür, məktəbdə 2 günə bir cədvəl dəyişdilər, indi elə yox da. Yəni normalda kağız üzərində belədir ki, sentyabrın 15-də ilk dərs günündə şagird gələndə cədvəl artıq divarda olmalıdır və şagird artıq cədvəlini götürməlidir, bilməlidir ki, düz 25-də o cədvəldən getməlidir. Məsələn, hər üçüncü gün birinci saat deyək ki, hansısa sinifə Azərbaycan tarixidir. Hər 5-ci gün ikinci saat hansısa sinifə coğrafiyadır. Hər birinci gün ikinci saat hansısa sinifə informatikadır. Eyni şey təkrarlanır da, düzdürmü? Bu dövrə alqoritm budur. Məsələn, gəlin dövrə alqoritmə aid bir nümunə ilə tanış olaq. Yazıram ki, A bərabərdir 8, B bərabərdir neçə? Məsələn, 30. Sonra şərt qoyuram. Deyirəm, A kiçikdirmi B-dən? Burada yazıram, yox. Hə, bir dənə də buralarda bir S-dən zaddan verək. Fərqli bir şey olsun. Bunu yazandan sonra deməli bir dənə də bir S dəyişəni, nə bilim başqa bir şeydə bir dəyişən verək. S dəyişəni. S-in də ilkin qiyməti 0 olsun. Deyirəm ki, əgər A kiçikdirmi B-dən? Yoxda yazıram ki, S bərabərdir S üstə gəlinsin A. Bu hədə yazıram ki, deməli B bərabərdir B çıxılsın A. Bunu qaytarıram. Bax, belə ox işarəsi varsa dövr işarəsidir. Dövr gediləcək. İndi gəlin bunu hesablayaq. Deməli, başladım buradan. A B-dən kiçikdirmi? 8 kiçikdirmi? Nədən? 30-dan. Hə. Niyə edirəm? Düşürəm aşağı. B bərabərdir. B çıxılsın A. Nə edirəm axı? Yəni 30 çıxılsın 8 bərabərdir 22.
Sonra nə edirəm? Bu oxunan təzyiqindən bir də qayıdıram şərtə. Bir də soruşur. A B-dən kiçikdirmi? Yəni 8 kiçikdirmi 22-dən? Yenə hə. Düzdürmü? Düşürəm aşağı. B-dən A çıxıram. 22-dən çıxıram 8-i. Qalır neçə? 14. Sonra bir də qaldırır yuxarı bir də. Deyir ki, düz yoxa gələnə qədər olacaq da bu. A B-dən kiçikdirmi? Yəni 8 kiçikdirmi 14-dən? Deyirəm hə. Bir də düşür aşağı. Deməli B bərabərdir. A-dan B çıxır. 14-dən B-dən A çıxır. 14-dən çıxır 8-i nə qalır? 6. Düzdür? Bir də soruşuram. A B-dən kiçikdirmi? A-mız 8-dir. B-miz də neçədir? 6-dır. Altı. Yox. Onda artıq ta bura düşmürəm. Artıq bura ilə qurtardım. S-dən A-nı toplayıram. Yəni 0-ın üstünə gəlirəm. A-mızın qiyməti 8-i. S-lə B toplayaq ki, maraqlı olsun da. A ilə həmişə 8 olaraq qalıb axı. B yazaq bura. O zaman S8-in üstü, 0 üstə gəlirəm 6-nı olur nəsə 6. Yəni nə qədər ki şərt ödəyir, mən nə edirəm? Bu kuruq eləyirəm. Bax gəldim bura hesabladım, bir də qalxdım bura. Bir də qalxdım bura. Bir də qalxdım bura. Aydındır? Eyni şeyi təşkil edirsə bu artıq adlanır dövrü alqoritm. İndi buna aid bir nümunə ilə var burada. Gəlin bu nümunəyə baxaq. Deməli uşaqlar X-in qiyməti 5, Y-in qiyməti 8-dir. Əvvəl gəlirəm Z-i tapıram. Z bərabərdir X plus Y. 5 dənə 8-in cəmi 13. Düşürəm aşağı. Y neçədir bizdə? 8. 8 böyükdürmü? Böyükdür. 55-dən. Neçə? Evet. 55-dən. 8 55-dən böyükdürmü deyir. 55-dən böyükdürmü? Yox, Yazdan, hə? Yox. Gəldim yoxa. Böyük deyil axı. N bərabər N plus 3'ü hesablayıram. N nədir? 0. 0 üstə gəlsin 3 elədi 3. Düşürəm bura aşağı. X-i 3'ə vururam. Yəni 5'dir X-imiz. 3'ə vurdum elədi 15. Sonra Y-i də 2'yə vururam. Y neçədir bizdə? 8. 2'yə də vuranda nə elədi? 6. Bax, bir də bu oxunan qayıdıram bura. Yenə Z bərabərdir. X üstə gəlsin Y-i hesablayıram. Yəni 15 ilə 16-nın cəmi nə edir bizdə? 31. Düşürəm aşağı. Y böyük bərabərdir mi 55-dən? Y-imiz 16-dır. 16 böyük bərabərdir mi 55-dən? Yox. Gəlirsən yoxa. Yenə N üstünə 3 gəlir. N 3 idi üstə gəldim 3. 6. Düzdürmü? Siz də baxın, ola bilsin mən texniki səhv edə bilərəm. N oldu 6. X-i 3'ə vururam. X-imiz 15 idi. 3'ə vurdum 45. Y-imiz də 2'ə vururam. Y 16 idi. 2'ə vurdum 32. Bir də qayıdır yuxarı. X, Z bərabərdir. X-lə Y-i toplayır. Yəni 45 ilə 32'yi toplayır nə eləyir? 77. Düşür aşağı. Y böyük bərabərdir 55-dən. Y nə idi bizdə? 32. 32 böyük bərabər deyil 55-dən. Düşür N-ə. N-i yenə nə edir? 3'ə vurur. Üstünə 3 gəlir. N-in üstünə 3 gələndə N olacaq nə qədər? N nə idi? 6 idi, olur 9. X-i 3'ə vurur. X-imiz nə idi? Axırıncı X-imiz. 45. 45'i 3'ə vuran nə eləyər? 135. Y-i də 2'yə vurur. Y də neçə idi bizdə? 32 idi. 64. 64. Təzədən bir də qayıdır. Bir də qayıdır. Bura Z bərabərdir. Deməli, nə edir? Z bərabərdir. X ilə Y-i toplayaq. Z bərabər oldu. X ilə Y-in cəmi. 135 ilə 64-ün cəmi nə eləyər? 199. 99. Düşür bura. Y 55-dən böyük bərabərdirmi? Bəli. 64. Onda gəlir ki, həyət. Bura getmir. X-in qiymətini çap elə. X-imiz 135 oldu. Sonra növbəti Y-in qiymətini çap elə. Y-imiz bizim 64 oldu. Z-i çap elə. Z-imiz ən sonda Z nə oldu? Ən sonda Z. 199. 199 oldu. N-i çap elə. N-də nə oldu? 9 oldu. Bu cavab Ne harda? var yani? E var. Aydın oldu? Bəli. Nə aydın olmadı? Aydın. Yəni burada yerinə qoya-qoya nə edirsiniz? Yaza-yaza.
gedəcəksiniz. Gəlin baxaq 44 nömrəli tapşırığa. X 10, Y 15-dir. Birinci şərtə baxırıq. X 16-dan kiçikdirmi? X 10-dur. Bəli, 16-dan kiçikdir burada. Gəlirəm həyə. X-imiz 10-dur axı burada. X Y-dən böyütürmü? X-imiz 10-dur. Y-imiz neçədir? 15-dir. 10, 15-dən böyütürmü? Yox. Gəldim yoxa. X-in üstünə 5 gəl. X 10 idi. Üstünə 5 gəldin 15. Y-dən də 3 çıxdın. 15-dən 3 çıxdın 12. Bir də təzədən qayıdacaq bura. X deyir 16-dan kiçikdirmi? 15 16-dan kiçikdir. Bəli. Gəldi hə. Sonra burada nə yazmışdı? X Y-dən böyütümü X-imiz 15-dir. Y-imiz neçədir? 12-dir. X-in üstünə 5 gəldin, Y-dən 3 çıxdın. Hə. Müəllim, bunlara Python hardan keçəcəksiniz? Necə? Python bunlara hardan keçəcəksiniz? Alqoritmdən sonra. Gələn dərsdən. X bərabər X-dən 2 çıx. 15-dən 2 çıxanda nə qalar? X-imiz olar 13. Y-imiz olar 16. Bir də qayıdıram yuxarı. 13, 16. Bir də qayıdır yuxarı. X 16-dan kiçikdirmi? 13 16-dan kiçikdir. Hə. Gəldim həyə. X 2-dən böyükdürmü? 13 16-dan böyükdürmü? Yox. Bu dəfə yoxa getdim. X-in üstünə 3 gəl, 5 gələcəm. Olacaq 18. Y-dən 3 çıxacam, olacaq 13. Bir də fırlanacam. X 16-dan kiçikdirmi? 13, 18, 16-dan kiçikdir? Yox. Yox. X və Y deyir tap. X-in qiyməti 13 oldu, 18 oldu. Y-in qiyməti nə oldu? 13 oldu. Aydındır? Yəni Bəli. şərtə görə bunu eləyir? Dövr edir. Buna nə deyirlər? Buna deyirlər dövrə alqoritm. Aydındırmı? Bəli. Nə aydın Hə. olmadı? Uşaqlar, nə aydın olmadı? Aydın. Mən sizə link atıram, yenidən qoşulununda davam edək.